Herkese salamlayıram, axşamınız xeyir olsun. Bugünkü təlimimizin mövzusu yay gəlib artıq bilirsiniz. Yayda da bizə lazımlı məhsullar var. Bugün ən çox ehtiyacımız olan, bizim yayda da köməyimizə çata biləcək məhsullar haqqında danışacağım. Həm də yay aylarında nələr istifadə edə bilmərik, hansı məhsulları istifadə edərkən ehtiyatlı olmalıyıq, onlardan da əlbəttə ki danışacağım. Birinci baxaq, günəşin şüaları bizə nədən xəbər verir? Niyə günəş kremi istifadə eləmək bu qədər vacibdir? Hər kəs deyir ki, günəş kremi istifadə eləməliyik. İstifadə etməsək nələr baş verə bilər? İlk öncə onlara baxaq. Deməli, günəşdən bizə gəlib çatan şüalar var. Bunlar UVA, UVB və UVC şüalarıdır. UVC şüaları o qədər də bizə gəlib çata bilmir. Daha çox UVA və UVB şüalarıdır. UVA şüaları nədir? Dərinin daha dərin qatlarına nüfuz eləyə bilən şüalardır. Dərinin qocalmasına, qırışların əmələ gəlməsinə, dərinin elastikliğinin itməsinə səbəb olur. Həmçinin də dəri xərçənginin yaranmasına bəzən səbəb ola bilir. Yəni, dəri xərçəngi riskini artıra bilir. UV şüaları dediyim kimi dərinin elastikliğini, kollagen strukturunu pozur, qırışlara səbəb olur, üzümüzdəki sallanmalara səbəb ola bilir. UVA şüaları ilin 4 fəsli sabit şəkildə, intensiv şəkildə yerə gəlib çata bilir. Ona görə də buludlu günlərdə belə bizə təsir edə bilər. Və günəş kremi ona görə istifadə etmək ilin 4 fəsli şərtdir. Və UVB şüaları var ki, bu dərinin dərin qatlarına yox da, dərimizin üst qatına, epidermisə qədər çatır və dərinin üst qatını zədələyir və günəş yanıqlarına daha çox səbəb ola bilir. Daha sonra dəridə qızarıqlığa səbəb ola bilər. Belə, daha çox üzdə görsənən problemlərə yol açır. Daha sonra nə etməliyik? Bu şüalardan qorunmaq üçün əlbəttə ki, günəş kremləri mühümdir. Günəş kremləri, günəşdən qoruyucu vasitələr dərini günəşin o zərərli şüalarından qorumaq üçün nəzərdə tutulmuş məhsullardır və bilirsiniz ki, günəşə məruz qalanda həmin o saydığım problemlər əmələ gəlir, bərabərində ləkələr əmələ gələ bilir. Ona görə də mütləq şəkildə ilin 4 fəsli, yəni buludlu günlərdə daxil olmaqla günəş kremi istifadə olunmalıdır. Daha sonra, burada keçən təlimimdə də istifadə eləmişdim bu şəkilləri. Yəqin ki, çoxunuz artıq bu şəkilləri görmüsünüz. Məsələn, birinci şəkildə burada 40 il üz bölgəsinə günəş kremi istifadə edib bu xanım. Amma boyun bölgəsinə istifadə eləməyi unudub. Yəni, istifadə eləməyib. Görürsünüz nə qədər fərq var. Günəş kremi istifadə olunan bölgə necədir? Ləkəsiz, təmiz, amma boyun hissə ləkəli, qırışlar daha çoxdur. Və bu şəkillərin heç biri montaj deyil. Yəqin ki, çox yerdə rastlaşmısınız. Real həyatdan götürülmüş şəkillərdir. İkinci şəkildə burada tır şoferinin, tır sürücüsünün daha doğrusu şəklidir və pəncərənin bir tərəfindən üzünə hansı tərəfdəki günəş daha çox vurub, pəncərə tərəfdə. Orada daha çox qırışlar var, amma digər tərəf ləkəsiz və qırışsızdır. Təbii ki, o hissədə də qırışlar var, amma digər tərəfdəki kimi deyil. Və üçüncü şəkildə bu əkiz bacılar olur və əkiz, onun şəklini qoymağı unutmuşam, tək bunu qoydum. Deməli, əkiz bacının biri günəş kremi istifadə edir, amma digəri istifadə eləmir. Həmin bu istifadə etməyən, yəni günəş kremi istifadə etməyən xanımın üzündəki ləkələr daha çox nəzərə çarpır. Belə, yəni bu paylaşımlardan da göründüyü kimi günəş kremi nə qədər vacibdir, istifadə etmək mütləqdir. Bəs günəş kremini necə istifadə etmək lazımdır? Bütün bədənə bərabər şəkildə yayılmalıdır.
üz nahiyəmizə istifadə etdiyimiz kimi, o şəkildə də gördüyünüz kimi boyun nahiyəsində də istifadə etmək lazımdır. Hətta qulaq nahiyəsi, dediyim kimi boyun nahiyəsi, əllər, ayaqlar, bunlar hər zaman unudulan bölgələrdir. Amma həmin açıqda qalan hissələr hər biri günəşə məruz qalır. Ona görə günəş kremi həmin bölgələrdə tətbiq eləmək lazımdır. Və günəş kremini günəşə çıxmadan ən azı 20-30 dəqiqə əvvəl tətbiq olunmalıdır. Niyə? Bu həm məhsulun dəriyə hopmasına təsir eləyir, həm də ki, o qoruyuculuğu 20-30 dəqiqə sonra başlayır. Ona görə çölə çıxmadan, günəşə çıxmadan öncə, 20-30 dəqiqə öncə tətbiq edib sonra günəşə çıxa bilərsiniz. Və burada 2 barmaq qaydası görürsünüz. Bu şərt deyil əslində, amma belə də istifadə edə bilərsiniz. Yəni, bu barmağınızın uzunluğu boyu qalın bir, incə yox, qalın şəkildə götürürsünüz kremi və bütün üzünüzə yetəcək miqdar bu 2 barmağınızda nə qədər varsa o sizin üzünüzü qorumağa yetəcək miqdardır. Bu təkcə üzümüzə yox, həm də qulaq nahiyəsi, boyun nahiyəmizə bəs edəcək miqdardadır. Belə və 2 saatdan bir günəş kremini yeniləmək lazımdır. Əgər çox tərləyirsinizsə və yaxud da ki, dənizə getmişsiniz, suya girmişsinizsə, dəsmalla qurulanmışsınızsa və s. bu kimi hallarda yeniləmək lazımdır mütləq şəkildə. Və bir də suya davamlı günəş kremləri var ki, bizdə də var suya davamlı günəş kremimiz və bunlar təxminən suda olsaq belə, suya davamlı olduğuna görə 40-80 dəqiqə. Yəni 1 saatdan çox, məsələn 1 saat yarıma qədər bizi günəşdən qoruya bilir, suda olsaq belə. Amma yəni 2 saatdan sonra artıq ola bilər ki, çox suda təmas eləməkdən söhbət gedir burada. Davamlı sudayıq, məsələn dənizə getmişsinizsə, davamlı suya girib çıxırsınız və 2 saat keçibsə, o zaman yeniləmək lazımdır suya davamlı günəş kremlərində. Amma yox, əgər dənizə getməmişik, üzümüz çox tərləməyib, amma suya davamlı bir günəş kremi istifadə eləmişiksə, o zaman yeniləməyə ehtiyac yoxdur. Yəqin ki, aydın oldu. Və baxaq bizdə hansı məhsullarımız var. 3 günəş kremimiz var, bilirsiniz. 2 üz üçün və bir də bədən üçün. Birincisi, bu adi günəş kremidir. Bu suya davamlı deyil. Yayda mütləq ehtiyacımız var. Yay aylarında olmazsa olmazdır, qeyd elədiyim kimi. Yay aylarında o günəşin şüaları daha güclü olur. UVB şüaları dərimizin dərin qatlarına qədər təsir eləyə bilir. Yanma yarada bilir günəş yanmaları. Ləkələnmə ola bilər. Erkən qocalma riskini artırır günəş şüaları. Ona görə bu günəş kremi də bizi həmin o ləkələnmələrdən, erkən qocalmadan, günəşin o yanma təsirindən qoruyur. Düzdür, biz şapkadır, eynəkdir, bu kimi vasitələr bizə günəşdən qorumağa kömək edir, amma bizi birbaşa dərimizi qoruyan məhsul ancaq SPF kremlərdir. Və həmçinin yayda gündəlik istifadə etməsək, istifadə etdiyimiz bütün o serumlardır, kremlərdir və yaxud da maskalardır, hamısının təsiri boşa gedə bilər. Əsas da ləkə müalicəsi eləyirsinizsə, qırış müalicəsi eləyirsinizsə, komedon, akne müalicəsi eləyirsinizsə, yəni günəş kremi istifadə etməsəz, o istifadə etdiyiniz serumlar, kremlər hər biri boşa gedəcək. Yəni pulunuz da boşa gedəcək, istifadə etdiyiniz də, vaxtınız da hamısı boşa gedəcək. Ona görə mütləq tamamlamaq lazımdır günəş kremləri ilə. Yəni ləkədir, qocalma əleyhinə qulluqdur. Bütün bu dəri baxım məhsulları yalnız SPF ilə birlikdə təsirli olur. Və günəşsiz, günəş şüaları mövcud olmasa belə, yəni biz onu görməsək belə, o gəlib bizə çatır. Ona görə də bulutlu günlərdə də SPF istifadə edirik. Bu SPF-in içərisində Y vitamini var və güclü antioksidant qoruma təmin edir. Həmçinin dərini sərbəst radikallardan qoruyur, nəmləndirməyə kömək edir.
Foto yaşlanmadır, günəş ləkələridir, bunların qarşısını alır. Həm makyaj altına istifadə edə bilərsiniz, həm də belə makyaj olmasa belə istifadə eləmək olar. Gündəlik istifadəyə uyğundur, çox ağır tekstura da deyil. Günəşin səbəb olduğu ləkələrdir, hiperpigmentasiyadır, qırışlardır, elastiklik itkisidir, dəridə quruluqdur, günəş yanıqlarının qarşısını almaqdır. Bunlar üçün istifadə edə bilərsiniz. Və həssas dəridə də həmçinin istifadə eləmək olar. Qızarmasının qarşısını ala bilər, iltihablanmasının qarşısını ala bilər və s. Bütün dəri tipləri istifadə edə bilər. Bəzən yağlı dərilərdə biraz ağırlıq hiss edə bilərsiniz bu günə kremində. Quru, normal, qarşı dərilər daha çox sevəcəyini düşünürəm. Əgər yağlı dəridə bu günəş kremini istifadə edəndə çox yağlılıq hiss edirsinizsə, altına nəmləndirici krem tətbiq eləmədən birbaşa günəş kreminizi tətbiq edə bilərsiniz. Yəni bir problem olmaz. Yəni nəmləndirici yerinə də keçir. İstifadə qaydasında az öncə dediyim, günəşə çıxmadan 20-30 dəqiqə əvvəl tətbiq edirsiniz və 2-3 saatdan bir də yeniləyirsiniz. Daha sonra gəldik ikinci günəş kremimiz, üz üçün olan yüksək qorumalı günəş kremi. Bunun içərisində də E vitamini var və əlavə olaraq astaxantin deyilən bir maddə var. Yay aylarında ən çox ehtiyacımız olan yenə də effektiv qoruyucu məhsullardan biridir. Ləkələrin qarşısını alır, erkən qocalmanın qarşısını alır, hüceyrə zədələnməsi riskini aradan qaldırır. Bilirsiniz ki, günəş şüaları həmçinin də bizim hüceyrələrimizə təsir edir. Hüceyrə zədələnməsi riskimiz yüksək olur və bu kremdə içərisindəki o astaxantinə görə daha dərindən qoruma təmin edir. Yəni, yalnız o fiziki qoruma vermir, eyni zamanda o astaxantinə görə ən güclü antioksidantlardan sayılır və daxili zədələrdən, günəşin o yaratdığı daxili zədələrdən bizi qorumağa kömək edir. Bir növ həm günəşdən qoruyur, həm də müalicəvi xüsusiyyətli bir qoruma təmin edir. Bizim elə bil ki, daxili qoruyucu qalxan rolunu oynayır da bir növ belə deyim. Belə, bunu istər makyaj altına, istər makyajsız istifadə edə bilərsiniz. Dəridə yəni ağırlıq vermir, yüngüldür, yüngül teksturası var. Belə, bu suya davamlıdır, onu da deyim. Yəni, əgər dənizdə deyilsinizsə, su ilə çox təmasda olmamışsınızsa, həddindən artıq tərləmə yoxdursa, o zaman gün boyu sizi günəşdən qoruya bilər. Yox, əgər dediyim kimi dənizdəsinizsə, suya girib çıxırsınızsa, tez-tez, o zaman 2-3 saatdan bir yenilənməsi tövsiyə olunur. Belə. Dediyim kimi, içərisində E vitamini var, nəmləndirir, sakitləşdirir, günəş yanıqlarını aradan qaldırır, qocalma əlamətlərinə qarşı qoruyur. Astaxantin də həmçinin E vitaminindən də güclü antioksidant təsiri var. Günəşin o yaratdığı daxili hüceyrə zədələnmələrini aradan qaldırır, kollagen itkisinə qarşı mübarizə aparır. Ləkələnmə, fotoyaşlanma, qızartı, iltihab hər birinin qarşısını almağa kömək edir. Bunu həmin gül xəstələrinə də rahatlıqla verə bilərsiniz. Yəni, o xırda qırmızı kapilyarları olanlara verə bilərsiniz, rozasiyası olanlara verə bilərsiniz. Onlar üçün yüngül qoruma təmin edir, həm də ki, dəri bariyerini gücləndirməyə kömək edir. Daha sonra, belə bütün dəri tipləri istifadə edə bilər. Su əsaslı olduğuna görə yağlı dərilərdə həmçinin rahatlıqla günlük istifadə edə bilərlər. Başqa deyəcəyim bir şey məncə yoxdur. İstifadə qaydasında dedim. Keçək digər məhsulumuz, bədən üçün olan günəş kremimiz. Bu da yenə bizi günəşin şüalarından qorumağa kömək edir. Bunu ən çox bədən nahiyəmizə tətbiq edə bilərik.
Belə, məncə başqa deyiləcək bir şey yoxdur. Çünki hər birinin zaten funksiyası eynidir. Sadəcə günəş kremində biraz daha yüksək qorumalıdır. Başqa hər şey demək olar eyni. Daha sonra bizdə var maskalar. Nələr istifadə edə bilərik? Niyə bizim maskalara ehtiyacımız var? Əsas da hidroparça maska. İçərisində hyaluron turşusu var, gliserin var və dəniz suyu var. Yayda ehtiyacımız olan maskalar arasındadır. Xüsusən də dərimizdə nəmlik balansını qorumaq üçün çox faydalıdır. Bilirsiniz ki, yayda o günəşdən, istilikdən, çox tərləməkdən dolayı dəridə su itkisi baş verir və dərimizdə gizli bir quruluq, dartılma hissi yarana bilir. Xüsusən də günəşə məruz qaldıqdan sonra dərini sakitləşdirmək üçün, nəmləndirmək üçün ideal maskadır. Həmin o gizli dərimizdə gedən o susuzluq, hiss etməsək belə, dərimizdə bir susuzlaşma başlayır. Dartılma hissi ola bilər, quruluq ola bilər. Onları aradan qaldırmağa kömək edir. Yüngül teksturası var, amma güclü nəmləndirmə təmin edir. Daha sonra günəşdən yanmış dərimizə həmçinin sürətli bir yardım kimi istifadə edə bilərsiniz. Gözənəkləri, yəni məsamələri tıxamadan isti havalarda bizi, yəni belə deyim də, ağır yağlılıq hissi buraxmadan nəmləndirmə təmin edir. Belə, daha sonra bunun istifadə qaydasını məncə bilirsiniz. Parça var içərisində, çıxarırsınız, üzünüzə yerləşdirirsiniz. Təxminən 20 dəqiqə saxlayırsınız. Sonra artıq serumunu üzünə yedirirsiniz, bu qədər. Və atırsınız onu. Təkrar istifadəyə uyğun deyil. Daha sonra bir də ikinci parça maskamız var ki, aloe vera parça maska. Bu da yay aylarında olmazsa olmaz məhsullardan biridir. Əsas da günəş, yəni günəşlənmiş isə sakitləşdirici kimi, dərimizi bərpa eləməsi kimi, günəşdən o sonra o yanıq hissiyatı, yayda özümüzü o türklər demiş, qırıq dənizə, o günəşin o yanma hissini bəzən hiss eləmirik, amma evə gələndən sonra nə qədər əzab əziyyət çəkirik ki, mən niyə bu qədər dənizdə qalmışam günün altında. Yəni, çox yandırıcı olur. Həmin o günəş yanıqlarını sakitləşdirmək üçün istifadə edə bilərsiniz. Belə, həmçinin o qıcıqlanmadır, həssaslıqdır, onları da aradan qaldırır. Yəni, təhlükəsiz şəkildə istifadə edə bilərsiniz bütün dəri tipləri. Həftədə 1 və yaxud da 2 dəfə təmiz dərimizə tətbiq edə bilərik və yaxud da ki, ehtiyac duyduğunuz hər an istifadə edə bilərsiniz. Daha sonra gəldik Tonic Pad. Tonic Pad niyə istifadə eləməliyik? Yay aylarında bildik ki, bizdə üzümüzdə quruluq olur, həm də ki, yağlanma da ola bilir. Həm yağlılıq, həm quruluq eyni anda olur. Və bu Tonic Pad də həm balanslaşdırıcı təsir göstərir, yəni yağlılığı, quruluğu tənzimləyir. Həm də ki, sakitləşdirici bir vasitə kimi istifadə edə bilərik. Yağ ifrazı artdığına görə məsamələr genişlənir, məsamələr tıxanır. Bu tonik pedlərdə hazır bilirsiniz, pambıq disklər şəklindədir. Götürürsünüz, üzünüzü rahat şəkildə silirsiniz. Heç bir əzab əziyyətli bir işi yoxdur. Pambıq axtarmırsınız, hər şey əlinizin altındadır, bir qutudadır. Üzünüzü ondan yaxşıca silirsiniz. Gündə bir dəfə istifadə eləməyiniz kifayətdir. Yəni, günün sonunda məsələn istifadə edə bilərsiniz. Səhər və yaxud da axşam dediyim kimi istifadə eləmək olar, amma axşam yəni, dəri təmizliyini tam şəkildə eləmək üçün axşam istifadə edib yatsaz daha yaxşı olar. Həmçinin də yenə də günəş yanıqlarını sakitləşdirməyə kömək edir. Həm yağlı, həm qarışıq dərilərdə istifadə edə bilər, quru dərilər istifadə edə bilər. Dediyim kimi, balanslaşdırıcı təsir göstərdiyinə görə
bütün dəri tiplərinə uyğundur. Həmçinin bunun içərisində niasinamid var. Niasinamid yağ balansını tənzimləməyə kömək edir. Məsamələri sıxlaşdırmağa kömək edir. Həddindən artıq pigmentasiyanın, günəşin yaratdığı o ləkələri qarşı bir qoruyucu rolunu oynayır. Daha sonra nəmləndirici tərkiblər var. Bunlar da yenə də nəm balansını qorumağa kömək edirlər. Bunu yenə verə bilərsiniz genişlənmiş məsamə problemində, yağlı dəri problemində, həssaslıqda verə bilərsiniz, günəş sonrası o qızartılarda verə bilərsiniz, ləkəyə meyilli dərilərə, dəri tonu bərabərsizliyi olanlara verə bilərsiniz. Yüngül bir təmizləyici, həm də nəmləndirici bir tonik istəyənlərə verə bilərsiniz və s. Daha sonra bir digər məhsulumuz isə ən çox ehtiyacımız olacaq məhsullardan biridir. Aloe vera südü. Deməli, nə üçün bizə lazımdır? Dediyim kimi, günəş, istilik, dənizin o duzlu suyu dəridə quruluq yaradır, dartılma yaradır, qızartı yaradır. Bunu artıq bildik. Aloe vera südü də həmin o saydığım o həssaslıqları, quruluğu, su itkisini aradan qaldırmağa kömək edir. Dərimizi sakitləşdirir, bərpa edir, həmçinin də nəmləndirir. Tərkibində həmçinin yumuşaldıcı maddələr var, iltihab əleyhinə maddələr var. Yəni, yay üçün ideal bir vasitədir, yüngül teksturası var. O ağır yağlı kremlər kimi deyil də, bizdə yayda da bizə lazım deyil ki, ağır kremlər istifadə edək. Yəni, ağır kremlər bizim gözenəklərimizi daha da tıxıyıb, başqa problemlərə səbəb ola bilər. Su əsaslı, yüngül bir nəmləndirici lazımdır. Həmçinin də ağır kremləri istifadə edəndə bizim özümüzə də diskomfort olur. Elə bilirik ki, üzümüzdə bir ton yük daşıyırıq. Ona görə, yenə dediyim kimi, yüngül bir krem axtarırsınızsa, mütləq aloe vera südü istifadə edə bilərsiniz. Həmçində soyuducu, sakitləşdirici təsiri də var. Yenə də günəş yanıqlarında da istifadə edə bilərsiniz. Rahatlıqla sakitləşdirici təsir göstərəcək. Hər yaş qrupu istifadə edə bilər. Yəni, çantaya atacaq boydadır. Yəni, rahatlıqla daşıya da bilərsiniz. Özünüzlə hər yerə apara bilərsiniz. Bir də uşaqlar da istifadə edə bilər. Rahatlıqla məktəb yaşlı uşaqlar da istifadə edə bilərsiniz. Daha sonra, məncə bunda hər şey dedim. Keçək digər məhsulumuza. İstifadə qaydası da yenə səhər, axşam, gündə 2 dəfə istifadə edə bilərsiniz və yaxud da ehtiyac duyduğunuz gün içərisində də yeniləmək olar. Belə sprey şəklində üzünüzə sıxıb yedirə bilərsiniz və yaxud da əlinizə tətbiq edib, əlinizlə tətbiq edə bilərsiniz. Necə sizə rahatdırsa. Daha sonra gəldik digər məhsulumuz ballı krem. Ballı krem yayda niyə yanımızda olmalıdır? Deyə bilərsiniz ki, ballı krem bizim nəyimizə lazımdır. Amma ki, yayda yenə də bizim ehtiyacımız var. Lakin düzgün dəri tipində və məqsədyönlü şəkildə istifadə etməliyik. Necə gəldi, istifadə etməməliyik. Dediyim kimi, bu ən çox bizə lazımdır dərimizi bərpa eləmək üçün, dərimizi sakitləşdirmək üçün və qorumaq üçün istifadə edə bilərik. Yenə də günəş yanıqlarında istifadə eləmək olar. Bütün növ zədələnmələrdə istifadə eləmək olar. Yayda biraz da aktiv oluruq, tətil olur və s. Uşaqlar çöldə oynayırlar bütün günü, yıxılırlar, qaçırlar, dururlar. Bir yerlərini yaralayırlar mütləq şəkildə. Heç elə bir şey olmasın inşallah ki. Amma yenə də əlimizin altında olsun. Bütün növ yaralanmalarda istifadə edə bilərsiniz, yanıqlarda istifadə edə bilərsiniz. Hər zaman hər evə lazım olacaq məhsullar siyahısındadır. Daha sonra gecələr daha çox, məsələn, dərimizi bərpa eləmək üçün gecələr istifadə edə bilərik ki, dərimizin regenerasiya gecələr daha çox bərpa dövrünə keçdiyinə görə gecə istifadəsi daha məqsədə uyğundur və çox funksiya bir məhsuldur, özünüz bilirsiniz. O qədər danışmışıq ki, ballı kremdən. Bədənimizə, üz nahiyəmizə, dodaq, ağız içi bölgəsinə
quru olan bütün bölgələrə tətbiq eləyə bilərsiniz. Hətta ayaqlara belə, topuq nahiyəsinə belə tətbiq eləmək olar. Uşaq dərisinə tətbiq eləyə bilərsiniz. Uşaqlarda dediyim kimi rahatlıqla istifadə eləyə bilərsiniz. Amma yağlı dərilərdə üz nahiyəsinə sadəcə məsələn istifadə eləyəcəksinizsə də lokal şəkildə, yəni hardakı problem var, sadəcə o nahiyəyə istifadə eləyin. Çünki yağlı dərilərə biraz ağır gələ bilər. Ona görə sadəcə problem olan, hardakı problem var, o nahiyəyə istifadə eləsək daha məqsədə uyğun olur. Belə. Başqa deyəcək bir şey yoxdur məncə. Keçək digər məhsulumuza. Ballı kremə digər bir alternativ isə emergini sprey ola bilər. Emergini sprey yenə də sos məhsullardan biridir. Adından da göründüyü kimi təcili yardım spreydir. Bunu da yenə dərimiz həssaslaşa bilir günəşdən, isti havadan, dəniz suyundan, fiziki təsirlərdən və s. Həssaslaşa bilir dərimiz, zədələnə bilir dərimiz. O zaman istifadə eləyə bilərik günəş sonrası qulluq üçün və yaxud da dərimizi hər hansı bir zədələnmədən dolayı problem yaranırsa, onda istifadə eləyə bilərik. Və yaxud da epilyasiya sonrası, lazer sonrası hər hansı bir kosmetoloji prosedur sonrası, məsələn, çistka elətdirmisiniz deyək ki, ondan sonra istifadə eləyə bilərsiniz. Dərini sakitləşdirmək üçün, bərpa eləmək üçün istifadə eləmək olar. Uşaqlara da yenə rahatlıqla istifadə eləyə bilərsiniz. İçərisində heç bir spirt yoxdur, yəni kimyəvi bir tərkib yoxdur. Ona görə hipoallergendir, rahatlıqla istifadə eləmək olar uşaqlarda da. Belə. Bunu həmçinin gül xəstələrinə də verə bilərsiniz. Atopik dərisi olanlara verə bilərsiniz. Xırda qırmızı kapilyarları olanlara verə bilərsiniz. Yəni sakitləşdirici kimi əsaslı gül xəstələrində o alovlanma dövründə istifadə edə bilərlər üz nahiyələrinə. Həmin o qızarıqlığın, onlar da bilirsiniz belə alovlanma dövründə qızanaq kimi belə kələkötür görüntü yaranır. Daha da qabarır üzləri. Onda tətbiq eləyə bilərlər. Sakitləşdirici təsir göstərir, qızarıqlığı söndürür. Belə. Və buna alternativ olaraq bizdə bilirsiniz ki, bir də kremimiz var, emergini krem. O da ola bilər bunun əvəzinə və yaxud da ballı kremin əvəzinə ola bilər. İndi əlinizin altında hansı varsa, yenə də səhər-axşam istifadəyə uyğundur. Ehtiyac duyduğunuz anda istifadə edə bilərsiniz. Dediyim kimi, günəş sonrası, lazer sonrası, epilyasiya sonrası, çistka proseduru, təmizlənmə sonrası istifadə edə bilərsiniz. Həmçinin emergini krem kişilər üçün də bir nəmləndirici rolunu oynaya bilər. Nəmləndirici krem kimi, məsələn, aloe vera südünün özünü kişilərdə nəmləndirici kimi istifadə edə bilərsiniz. Yəni, onlar ağır tərkibli kremləri sevmədiyinə görə belə yüngül əsaslı, su əsaslı kremlər daha çox uyğundur onlara. Belə. Daha sonra bizdə var körpələrimiz üçün, uşaqlar üçün pişik önləyici krem. Yayda mütləq bizə lazım olacaq, yəni uşaqlı evlərdə, körpə uşağı olanlarda mütləq lazım olacaq bir məhsuldur. Yayda körpələr daha çox pişməcəyə meyilli olurlar, bez təpkiləri daha da arta bilir. Həmin o pişiklərin, pişməcələrin qarşısını almaq üçün, qızarıqlığın qarşısını almaq üçün istifadə edə bilərsiniz. Yəni, çox tərləmədən dolayı bez bölgəsinin nəmli qalanda daha çox qıcıqlanma ola bilər. Biraz da bez bölgəsində hava alması çətinləşdiyinə görə pişiklər daha tez-tez baş verir, pişməcələr. Ona görə istifadə edə bilərsiniz. Həm pişməcələri aradan qaldırır, həm də profilaktik olaraq yaranmasının qarşısını alır. Dəridə bir qoruyucu bariyer yaradır. Sağalmanı sürətləndirir və s. Yəni, hipoallergendir, istifadə edə bilərsiniz rahatlıqla. Yeni doğulma dövründən etibarən istifadə eləməyə uyğundur. Hər bez dəyişmə sonrası istifadə eləmək olar.
Profilaktik olaraq da hər uşağın bezini dəyişdikdə tətbiq edə bilərsiniz. Təkcə bez bölgəsinə yox da, məsələn, büküş nahiyələrinə ola bilər, qol altı ola bilər, uşaqlarda boyun altına çəkə bilərsiniz. Daha sonra, yəni biraz topuş uşaqlarda bu bilək nahiyəsi qızarır, ayağının o diz altı bölgə qızarır, o hissələrə tətbiq edə bilərsiniz. Yəni, haradakı qızarıqlıq gördünüz və yaxud da qızarmağa meyillidirsə, profilaktik olaraq yenə də istifadə edə bilərsiniz. İçərisində pantenol var, aynisefa var, çoban yastığı var. Yəni, bu kimi allergik reaksiyaları, aloe vera var, sakitləşdirəcək məhsullar var, içərisində maddələr var. Bir də bunun kremi var, bilirsiniz. Pişik sonrası nəmləndirici krem gedir, səhv eləmirəmsə adı. O da həmçinin yay aylarında uşaqlara profilaktik olaraq bişməcələrin qarşısını almaq üçün istifadə edə bilərsiniz. Bez bölgəsində o qızartı, səpkilərin qarşısını almaq üçün istifadə edə bilərik. Bir də nəmləndirici olaraq da istifadə edə bilərik. Bütün bədənə tətbiq eləmək olar. Gündəlik duş sonrası uşaqların bədənini nəmləndirmək üçün tətbiq edə bilərsiniz. Daha sonra həmçinin böyüklər də istifadə edə bilərlər, həssas dərisi olanlar. Bunu yox da, o birisi, nəmləndirici olanı. Bu, yəni, mən uşaqlar üçün o nəmləndirici krem ən sevdiyim kremlərdən biridir. Həmçinin ondan nəticələrim də var. Yəni, mən öz oğlumda istifadə eləmişəm. Yara sağaltma özəlliyi var, nəmləndirici krem. Və pişik önləyici də həmçinin istifadə eləmişəm. Uşaqlarda çox yaxşı təsir göstərir. Yəni, hər ikisi effektivdir. İstifadə edə bilərsiniz rahatlıqla. Yeni doğulma dövründən etibarən, yəni 0 yaşdan istifadəyə uyğun. Daha sonra keçdik saç baxımına. Keratin südü, sprey bizə yay aylarında mütləq şəkildə ehtiyacımız var. Xüsusən də günəşdir, dənizdir, hovuz suyudur, isti havadır. Bunlar saçları qurudur, zədəliyir, elastikliyini azaldır, saçımızı codlaşdırır, daramanı çətinləşdirir. Yəni, bu saç baxımında bilirsiniz ki, tərkibi proteinlə zəngindir və saç baxımında da proteinin rolu əvəz olunmalıdır, vacibdir. İstilik, UVA, UVB şüaları həmin o saç sulallarını parçalayır və saçlarımızı zədələyir. Bu sprey də həmin o zədələri bərpa eləməyə kömək edir. Saçlarımızı həmçinin zədələrdən qoruyur və qidalandırır. Belə. Yəni, yay aylarında da yenə vacib olan məhsullardan biridir. Həm saçımızın asan daranmasına kömək edir. Əgər çətin daranırsa saçınız, saç qıranlar varsa istifadə edə bilərsiniz. Saç uclarında olan o qırılmalardan dolayı o tökülmə problemini aradan qaldırmağa kömək edir. Yəni, həm saçımızı gücləndirir, həm nəmləndirir, həm də qoruma təmin edən bir spreydir. Belə, hər gün istifadə edə bilərsiniz. Bundan əlavə saçınız çox boyuyursunuzsa, kimyəvi boyalardan, kimyəvi açıcı maddələrdən çox istifadə edirsinizsə, saç fenlərindən, saç ütülərindən çox istifadə edirsinizsə, yenə keratin südü istifadə edə bilərsiniz. Həmin o zədələnmələrin də qarşısını almağa kömək edir. Həm nəm saça, həm quru saça fərqi yoxdur, istifadə edə bilərsiniz. Saçınıza tətbiq edirsiniz, biraz uzaq məsafədən 2-3 dəqiqə gözləyirsiniz. Sonra, yəni saçınız nəmdirsə, quruda bilərsiniz. Bütün saç tipləri istifadə edə bilər və istifadə etməmişdən öncə yaxşı çalxalamaq lazımdır. Çalxalayıb istifadə edə bilərsiniz. Gündə 1 dəfə, 2 dəfə, yəni ehtiyac duyduğunuz qədər istifadə edə bilərsiniz. Və günəşə çıxmadan öncə məsələn istifadə edə bilərsiniz. Duş sonrası istifadə edə bilərsiniz. Saçınızı fenləmədən öncə, düzdür, tam istidən qoruma kimi funksiyası yoxdur, amma zədələnməsinin qarşısını alır. Yəni, fenləməmişdən öncə istifadə edə bilərsiniz. Belə, bu da keratin südü, sprey, yəni vacib olan məhsullardan biridir saçımızın sağlamlığı üçün. Bir də yay aylarında bizim köməyimizə çatan digər bir saç spreyi lavandalı spreydir.
Niyə lazımdır? Bu, həm saç dərisinin təmizliyinə kömək edir, həm də ki, uşaqlarda daha çox olur. Saçlarında bitlər varsa, onları təmizləməyə kömək edir. Bir də ki, həşərat sancmalarının qarşısını almağa kömək edir. Ağcaqanad, milçək və başqa böcəklərin sancmasından qoruyur. Yayda uşaqlar ola bilər ki, tətilə gedə bilərlər, məktəblə düşərgəyə gedə bilərlər. Yəni, kollektiv mühitlərdə olanda, məsələn, bağçalarda daha çox olur. Bitlənmə çox ola bilir. Bizim bağçada da yayılmışdı. Mən hər kəsə tövsiyə eləmişdim lavandalı spreyi. Yəni, bit qovma, lavandanın bit qovma özəlliyi var. Yəni, böcəkləri, bitləri qovma özəlliyi var. Bir də bunun içərisində acı ağac, yəni, alma sirkində deyəsən o saxlanılmış bir maddədir. Həmçinin də onun da böcək qovma kimi bir funksiyası var. Antiseptikdir, antiparazitik təsiri var. Bitdir, böcəklərdir, onların mühitini zərərsizləşdirir, çoxalmasının qarşısını alır. Həmçinin saç dərisinin pH balansını tənzimləyir, qaşınma kimi problemləri aradan qaldırmağa kömək edir. Lavanda da dediyim kimi yenə də antibakterialdır, sakitləşdirici təsiri var, saç dərisində olan qıcıqlanmaları azaltmağa kömək edir. Həşəratlar, məsələn, heç sevmirlər, bitlər, böcəklər, lavanda qoxusunu sevmirlər. Onları qovmaq adına, yəni uşaqlara yaxın gəlməməsi adına profilaktik olaraq da istifadə edə bilərsiniz. Yəni, həm böyüklərdə, həm də uşaqlarda istifadəyə uyğundur. Məsələn, bağçaya getməmişdən öncə uşaqlara saçlarına tətbiq edin. Yəni, heç bir əks təsiri yoxdur da, istifadə edə bilərsiniz. Və yaxud da deyək ki, kollektivlə harasa gedəcəklər və yaxud da ki, bir parka gedəcəksiniz, yaşıllıq olan bir yerə gedəcəksiniz. Yəni, ağcaqanadlar çoxalıb istidən, yayda bilirsiniz ki, dəhşət olurlar. Ona görə dişləməsin, uşaqlar dişləməsin deyə bədənlərinə həmçinin tətbiq edə bilərsiniz. Və yaxud da dişlənmiş nahiyəyə yenə də tətbiq edə bilərsiniz. Sakitləşdirir, qaşınmanı azaldır. Yəni, o iltihablanıb şişməsinin qarşısını alır. Saçlara gündə bir dəfə istifadə eləməyiniz kifayətdir. Yəni, saç diblərinə tətbiq edəcəksiniz. Profilaktik olaraq dediyim kimi, bit olsa da, olmasa da istifadə eləmək olar. Təxminən 3-4 yaşdan etibarən istifadə edə bilərsiniz. Həşərat dişləmələrində daha kiçik yaşlı uşaqlara, əgər ağcaqanad dişləyibsə, bunu yox, anisəfa krem məsələn istifadə edə bilərsiniz 3 yaşından aşağı uşaqlara. Belə, istifadə qaydası saçınıza dediyim kimi püskürdürsünüz. Biraz saç diblərini ovuşdurursunuz. Bu qədər. Və son olaraq, sonuncudur məncə, roll-onlarımız. Bunlar olmazsa olmazdır. Yay aylarında yayda tərləmə artır, qol altında istifadə edə bilərsiniz. Qoxu problemini aradan qaldırır. Həmçinin də qaralma problemi də çox görsəndiyinə görə bu qaralma problemini də aradan qaldıra biləcək bir vasitədir. Həm tərləmənin qarşısını alır, həm qol altında olan qaralmaların rəngini açmağa kömək edir. Həmçində içərisində sakitləşdirici tərkiblər də var. Aynı səfa var içərisində. Yayda bəzi insanlarda, həssas dərili insanlarda daha çox olur. Qol altında çox tərləmədən dolayı, istilikdən dolayı qaşınma ola bilər, qızartı ola bilər, həssaslıq, qıcıqlanma, tahriş ola bilər. Həmin bu rolonlar həmin o tahrişi də aradan qaldırmağa kömək edir. Dediyim kimi, içərisində aynı səfa olduğuna görə bu kimi problemləri də aradan qaldırır. Həddindən artıq tər ifrazını aradan qaldırır, pis qoxudur, dəri qaralmasıdır, sürtünmədən dolayı ləkələr daha çox olur, biraz kök insanlardan qaralmalar daha çox olur. Həmin o qaralmaların rəngini açmağa kömək edir. Belə,
Başqa istifadə qaydası da yenə adi qaydada təmiz qolaltı bölgəsinə tətbiq edəcəksiniz. Yəni yapışqanlıq hissi buraxmır, tez quruyur. Yəni saatlarla oturub qurumağını gözləmək lazım deyil. Yəni məncə mən istifadə edirəm. İstifadə edəndən 1-2 saniyə sonra artıq qurumuş olur. Ona görə rahat şəkildə istifadə edə bilərsiniz. Səhər və yaxud da ehtiyac duyursunuzsa axşam istifadə eləmək olar və qaralmaların rənginin açılması üçün davamlı şəkildə istifadə eləmək tövsiyə olunur. Belə. Və digər məhsullarımızda maskalar yenə burada var. Nəm maska, arındırıcı maska, oksigen maska istifadə edə bilərsiniz. Yəni yay aylarında maskaların istifadəsi xüsusilə tövsiyə olunur. Çünki yəni qeyd elədiyim kimi yay aylarında həm yağlanma artır, həm o tərləmədən dolayı su itkisi olduğuna görə dərimiz susuz qalır və maskalar da bizə kömək edir ki, həm o susuzluğun qarşısını alaq. Məsələn, arındırıcı maska artıq yağlanmanın qarşısını alır. Nəm maska həm balans yaradır üzümüzdə, həm yağlanmanı tarazlayır, həm də dərimizdəki quruluğu, su itkisini tarazlayır. Həmçinin də oksigen maska. Oksigen maska da bizim dərimizi nəmləndirməyə, dərinin elastikliyini artırmağa kömək edir. Günəş şüalarının o yaratdığı dərimizdəki o elastiklik itkisini aradan qaldırmağa köməkçi bir vasitədir. Dəri tipinizə uyğun 3 məhsuldan birini seçə bilərsiniz. Yəni yağlı dərilər daha çox arındırıcı, quru dərilər daha çox nəm maska, oksigen maskada bütün dəri tipləri istifadə edə bilərlər. Belə. Başqa bir məhsulumuz qalmadı məncə. Aha, bir də yay aylarında diqqət etməli olduğumuz məhsullar, hansı tərkiblərdən uzaq durmalıyıq və yaxud da ehtiyatlı istifadə eləməliyik. Deməli, bizdə burada var, birinci buradan retinol, A vitamini. A vitaminin günəşə həssaslıq yarada biləcək bir tərkibdir. Yəni, onu vurub günəşə çıxa bilmərik qətiyyən. İstər qış olsun, istər yay olsun, fərqi yoxdur. Səhərlər istifadə etməyə uyğun bir tərkib deyil. Sadəcə axşam istifadə eləməliyik. Əgər, belə deyim, heç vaxt A vitamini istifadə eləməmisinizsə, və A vitamininə başlamaq istəyirsinizsə, bunun doğru zamanı yay ayı deyil. Yəni, ilk dəfə başlayacaqsınızsa, qış aylarında başlamanız daha məqsədə olur. Yox, əgər artıq üzünüz A vitamininə alışıbsa, yəni uzun müddətdir A vitamini istifadə edirsinizsə və heç bir probleminiz yoxdursa, o zaman yay aylarında davam edə bilərsiniz. Amma dediyim kimi, qeyd edədiyim kimi, yalnız axşamlar istifadə edəcəksiniz. Yalnız həftədə 2, ən çoxu 3 dəfə istifadə edəcəksiniz. Və səhərlər də mütləq şəkildə günəş kremi istifadə eləmək şərti ilə yayda davam edə bilərsiniz. Yəni, əvvəl istifadə edənlər. Daha sonra alfa hidroksiasid, beta hidroksiasid tərkibli məhsullar. Bunlar da bizdə nədir? Bu gördüyünüz serum, bir də tonikimiz. Hər ikisinin tərkibində turşular var. Ölü hüceyrələri soyur, dərini yeniləməyə kömək edir. Eyni zamanda da onun bərabərində dərimizin üst qatını soyduğuna görə, yəni dərimizi yenilədiyinə görə dərimiz incəlir, dərinin üst təbəqəsi incəlir və günəşə qarşı daha həssas olur. Bu da təbii ki, hiperpigmentasiya, yəni ləkə probleminə yol aça bilər, günəş yanıqlarını yarada bilər. Ona görə bunu da günüzlər, toniki də, serumu da günüzlər istifadə eləmək qətiyyən olmaz. Yalnız axşamlar istifadə edə bilərsiniz. Bu qırmızı serumun istifadəsini dayandıra bilərsiniz. Yenə də A vitaminindəki kimi. Əgər üzünüz öyrəşməyibsə, istifadə eləməyin yay aylarında. Amma dəriniz öyrəşibsə, heç bir reaksiya yoxdursa, axşamlar həftədə bir dəfə və yaxud da 10 gündən, 15 gündən bir ehtiyacınız varsa, istifadə edə bilərsiniz. Ehtiyacınız yoxsa istifadə etməsəniz yayda daha yaxşıdır.
Bu toniki yenə davam eləyə bilərsiniz. Yəni faiz dərəcəsi olaraq turşuların faiz nisbəti var da. Bu serumda daha güclüdür, nəinki tonikdə. Tonikdə serumlardan biraz daha aşağı faizdə olur. Ona görə buna davam eləyə bilərsiniz. Amma ancaq axşamlar dediyim kimi həftədə 3 dəfə ancaq istifadə edəcəksiniz və səhərlərdə günəş kremi mütləq şəkildə istifadə etmək lazımdır. Bir də bura əlavə eləməmişəm. Məsələn, bizdə kükürt kremi var. Kükürt kremi də günəşə həssaslıq yaradır. Onu da istifadə edirsinizsə, ancaq axşamlar istifadə eləməlisiniz və günəşə çıxmadan öncə mütləq şəkildə yuyulub günəş kremi tətbiq olunmaq lazımdır. Bir də bizdə Kantoron krem var, bilirsiniz. Kantoron krem də işığa həssaslıq yarada bilən bir kremdir. Günəşə yəni həssaslıq yaradan bir kremdir. Onu da ancaq istifadə edəcəksinizsə, axşamlar istifadə edin, səhərlər istifadə eləməyin. Səhərdə üzünüzü yuyub SPF krem tətbiq eləmək şərti ilə yəqə də istifadə edə bilərsiniz. Belə, ümid edirəm ki, faydalı bir təlim oldu. Mənim deyəcəklərim bu qədər. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çinara xanım, buradasınız. Bəli, liderim. Çox təşəkkür edirəm. Var olasınız, çox gözəl bilgi dolu təlimdən dolayı. Çox gözəl mövzulara toxundunuz. Hansı ki, məhsullarımızın tərkibində hansı maddələrin istifadəsi və bizim üzümüzə nə dərəcədə kömək olacağı. Var olasınız, dəyərli Rüfana xanım. Çox sağ olun, təşəkkür edirəm, minnətdarım. Suallar varsa, dəqiqəmiz var, istəyirsiniz. Vaxtınız varsa, yoxdursa, məncə sizi yormayaq. Tamam, necə istəyirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Minnətdarım hər birinizə. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın, xanımlar.